I'm here at the Azərbaycan Elm Akademiyasının əməkdaşı, Böyük Britaniyanın London Universitet Kollecinin doktorantı Zərifə Kamilovanın elmi işi ilə bağlı akademiyadayam. Tələbəm Zərifə 65 yaşdan yuxarı xanımların daha sağlam və fiziki cəhətdən daha güclü olması istiqamətində mən bu prosesi yaxından izləyirəm. Tədqiqatın ən diqqət çəkən tərəflərindən biri ürək xəstəlikləri və hətta ürək çatışmazlığı olan xanımların belə rəqs vasitəsilə fiziki məşqlərə qoşula bilməsidir. Bu fəaliyyət onların həm ürək-damar sisteminin, həm də əzəlilərinin güclənməsinə mühüm töhfə verir. Hesab edirəm ki, bu tədqiqat yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edəcək və gələcəkdə geniş tətbiq imkanları yaradacaq.